İşçi qüvvəsi Azərbaycanın işçi qüvvəsindən bəlkə də dəfələrlə, bəlkə də 10 dəfələrlə baha olan bir dövlət bütün dünyaya kənd təsərrüfatı məhsulları ixrac edir. Azərbaycan isə hətta kartofu İrandan alır, Belarusdan alır, başqa yerdən alır. Yəni bu idarəçiliyin qüsurluğu ilə bağlıdır. Bu bərabər hüquqlu rəqabət şəraitinin olmaması ilə bağlıdır. Bu monopoliya qanununun işləməməsi ilə bağlıdır. Bu korrupsiya və rüşvətxorluqla bağlıdır. Bu azad məhkəmə sisteminin mövcud olmaması ilə bağlıdır. Yəni bizdə işçi qüvvəsi ucuz, əhalimiz zəhmətkeş, əhalimiz hər bir sahədə kifayət qədər işləməyə hazır olan, maliyyə vəsaiti qazanmaq üçün, həyat səviyyəsini yaxşılaşdırmaq üçün, övladlarına nəsə etmək üçün çalışan bir millət, təbii resurslarımız, təbii sərvətlərimiz, münbit torpaqlarımız, xeyli dərəcədə, yəni 10 milyon əhali üçün yetərli olan qədər ərazimiz, bununla belə Azərbaycan hətta Cənubi Qafqaz ölkələrin sırasında orta aylıq əmək haqqına görə sonuncu yerdə olan outsider dövlətdir. Yəni bütün bunlar bir daha qeyd edirəm ki, idarəçilik sistemində olan qüsurlarla bağlıdır. Yəni ölkədə bütün sahələrdə bərabər hüquqlu rəqabət şəraitinin olmaması, demokratik idarəçilik sisteminin mövcud olmaması, azad seçkilərin olmaması ilə bağlıdır. Yəni bunun qarşısını almaq üçün biz üzümüzü inkişaf etmiş dünyaya, mütərəqqi dünyaya doğru tutmalıyıq. Biz geri qalmış dünyaya, Rusiyaya, İrana, elə lap elə Çinin özünə, Çin düzdür iqtisadi cəhətdən inkişaf etmiş dövlət olsa da kifayət qədər avtoritar və idarəçilik sistemində xeyli ciddi qüsurlar olan bir dövlətdir. Azad olmayan bir dövlətdir. Elə orada olan milyonlarla Uyğur türkünə qarşı olan amansız davranışları ilə nümunə gətirmək kifayətdir. Yəni Çin varlı dövlətdir, amma Çin xalqı xoşbəxt xalq deyil. Yəni Çinlilər özlərini xoşbəxt hiss etmirlər. Çünki avtoritar idarəçilik sistemi var. Heç kəsin təhlükəsizliyi, şəxsi təhlükəsizliyi üçün onun heç hər hansı bir təminatı yoxdur və s. Ona görə biz mütərəqqi dünyaya üz tutmalıyıq və tərəfimizi müəyyənləşdirərkən də bunu nəzərə almalıyıq. Siz bayaqları qeyd elədiniz bu idarə etmə sisteminin